Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Xoş gördük sizləri. Mən Gülşən Əşmova. Bugün sizlərə 8-ci sinif Azərbaycan dili dərsindən tapşırıq və çalışmaların izahını təqdim edəcəm. Ümid edirəm izahım faydalı olacaq. Əgər ardının gəlməyini istəyirsinizsə, bəyənib paylaşmağı, sonda rəy yazmağı unutmayın. Həmçinin kanala abunə də olun ki, izahlar yerləşdiriləndə sizlərə bildiriş halında gəlsin. İndi gəlin başlayaq. Mətnimiz mücrü mətnidir. İxtisarla verilib. Deməli, mətn bədii mətn olduğu üçün burada intonasiya haqqında məlumat verilib. İndi deyəcəksiniz, müəllim, intonasiya niyə burada verilib? Ona görə verilib ki, ümumiyyətcə nə isə səsləndirəndə, oxuyanda intonasiyaya əməl etməliyik. Biz bu intonasiyaya əməl etməliyik. Bəs intonasiyanın özü nədir? Bax, bu özü burada bizə başa salınıb. Deməli, intonasiya şifahi nitqdə cümlələrin müxtəlif vasitələrlə əlaqələndirilməsidir. Mətndə hər bir cümlə adətən yüksələn tonla başlayır. Tədricən azalır, fasilə verilir. Fasilə də yazıda nöqtə ilə, sualla, nida ilə, yəni bu durğu işarələri ilə fərqlənir. Yəni ayrılır ki, fasilə verilib. İndi bura baxın. Deməli, burada bizə mətnin intonasiyasıyla bağlı bir məlumat verilib. Deyir ki, mətndən bir neçə cümləni seçib, səs tonunun qalxma və enməsini şərti işarələrlə göstərin. Nümunə özləri verib. Fikir verin. Mücrünü, bax burada mücrünü deyəndə mücrünü, bax bu hissə qalxır, bu hissə amma düşür sonluq. Sonra öz yerinə, bax qalxdı. Qoyanda düşdü. Anaya qalxdı. İndi qalxdı. Fikir verirsiniz qalxmaları enmə. Yəni bu işarə qalxmadı, bu işarə düşmədi. Əsas bunu bilin kifayətdir. İndi isə düzgün intonasiyanı necə oxumaq lazımdır? Mən mətni sizlər üçün səsləndirəcəm. Başlayaq. Deməli, o gəlin köçəndə anası mücrü də qoydu cehizinin üstünə. Gəlin mücrüsüz olmaz dedi. Nənə yadigarı idi bu balaca naxışları solğun mücrü. İndi də onun qisməti oldu. O üzük, qızıl saat və sırğalarını qoyardı mücrüyə. Mücrü paltar dolabında ən yuxarı gözdə qalxmışdı. Əzizlənirdi mücrü, sevilirdi mücrü. Bir gün gəlin ana oldu. Əri hədiyyə ilə evə gəldi. Açıldı mücrü. Cavan ana qızıl boyunbağını qoydu. Örtüldü mücrü və beləcə doldu mücrü. Atanı müharibə apardı. Ehtiyacla əlbəyaxı oldu ana. Gecəsi gündüzə, gündüzü gecəyə qarışdı ananın. Ancaq itirmədi özünü. İtirə bilməzdi ana. Bir dəqiqə işsiz durmadı. Bir dəqiqədə. Lakin çatmırdı qazancı. 5 uşağa çatmırdı qazancı ananın. Açıldı mücrü, örtüldü mücrü. Nişan şeyləri, ər hədiyyələri bazara ayaq açdı. Kədərlə açıldı mücrü, kədərlə örtüldü mücrü. Boşaldı mücrü. Bir gün ananın ilki sevincək evə gəldi. Diplomla gəldi. İlk diplom idi o. Onların evinə qədəm qoyurdu. Ali məktəb diplomu. Ana doluxsuna diplomu dodaqlarına apardı. Bağrına basdı. Gözlərində yaş görünəndə yadına çoxdan unudulmuş mücrü düşdü. Ananın əlləri, mehriban əlləri mücrüyə toxunanda mücrü sanki cana gəldi. Fərəhlə açıldı mücrü. Diplomu ağuşuna aldı. Gülümsədi. Sevincə örtüldü mücrü. Amma ikinci diplom gəldi. Evə ikinci diplom gəldi. Açıldı mücrü, örtüldü mücrü. Üçüncü, dördüncü, beşinci tam doldu mücrü. Ana oxşadı mücrünü. Gözünün qabağına çox şeylər gəldi. Çox şeylər. Mücrünü öz yerinə qoyanda anaya o indi ağır, əvvəlkindən də qat-qat ağır gəldi. Ana yanılmamışdı. O sərvət hara, bu sərvət hara. Gülhüseyn Hüseynoğlu. Deməli, maraqlı həqiqətən mətn idi, bədii mətindir. Emosiyalara yönəlikli çalışdım, mən də elə oxuyum, emosiyalara yönəlik formada. İndi keçirik bura. Deyir, mücrü adətən zinət əşyalarını saxlamaq üçün istifadə olunan balaca sandıqçadır. Taxtadan və metaldan düzəldilən mücrülər əsasən naxışlı olur. Oyma üsulu ilə salınan naxışlar milliyi özündə təcəssüm etdirir. İndi burada deyir ki, hər iki mətni müqayisə edin. Mətndəki intonasiya eyni mi oldu? Yəni yuxarıdakı ilə bu aşağıdakını deyir.
Təbii ki, eyni olmadı. Yazırsınız xeyr. Çünki birinci mətn bədii mətn idi. İkinci mətn isə informasiya məqsədli mətn idi. Və deyir, niyə, hansı müşahidələri elədiniz? Dedik də, yəni birinci mətn bədii idi, digəri isə informativ mətn idi. Keçdik bura. 2-yə baxırıq. Ananın deyir, gəlin mücrüsüz olmaz fikrinə münasibət bildirin. Sizcə bu fikirdə hansı hikmət var? Bax, bu hikmət var ki, mücrü deyəndə kiçik sandıqda onun içinə dəyərli qızıllar qoyurlar. Yəni dəyərli insanın dəyərli vasitələrini, qızıllardır, zinət əşyalarıdır. Yəni bunu cəvahir, bunlar qoyulur da. Ona görə də analar onu verirdi ki, qızlarına firavanlıq içərisində yaşasınlar və o mücrünün içi dolu olsun. Əgər orada qızıl, gümüş, yəni zinət əşyası varsa dəyərli, deməli bu adamın ehtiyacı yoxdur da, ehtiyac çəkmir ki, bunun qızılı, zinət əşyaları var. Yox, əgər bunlar yoxdursa, deməli o insan korluq çəkir. Bəs analar da balalarına kiçik mücrü sandıqçalar verirdilər ki, həmin onların da içərisinə dəyərli qızıllar qoyulurdu. Buna görə də ana həmin qızına onu verirdi ki, qızı firavanlıq içərisində yaşasın. Qeyd etdiyim kimi bir adamın evində çoxlu qızıl varsa, deməli onun imkanı yaxşıdır. O çətinlik çəkmir. Ona görə keçək 3-ə. O sərvət hara, bu sərvət hara ifadəsidir. Bu bölmədə öyrəndiyiniz hansı mətndəki əsas fikirlə üst-üstə düşür və fikrinizi əsaslandırın. Təbii ki, bundan əvvəl sizlərlə birlikdə öyrəndiyimiz yaxşılıq itmir mətni ilə əlaqələndirə bilərik. Orada yadınıza gəlir, indi mən axırın deyirəm, orada 500 qızılı verib aldığı mülki seminariyaya bağışlayırdı. Eynən burada da yəni biliyin, zəhmətin hikmətindən danışılır. Yəni qeyd edə bilərsiniz, yaxşılıq itmir mətni. Orada da 500 qızılı verir, aldığı həmin o mülki seminariyaya hədiyyə edir. Bağışlayır, belə deyək. Sonra keçək bura. Deyir, mətni bitkin hissələrə ayırın və həmin hissələr arasında əlaqəni müəyyənləşdirin. Hər bir bitkin hissədəki giriş, əsas, nəticə hissəsini müəyyənləşdirin. Və nümunə də verib bizə. Deməli, baxın. Birinci abzasa verib nümunə. Deməli, gəlin köçəndə anası mücrü ilə qoyucu cehizinin üstünə. Gəlin mücrüsüz olmaz dedi. Deməli, buranı verib ki, mücrünün cehiz verilməsi. İndi biz də özümüz bunu müşahidə eləməliyik. Deməli, bircə dəqiqə keçək həmin hissəyə, mətnimizə. Deməli, buradan ta bura kimi. Buradan da bura kimi. Aha, sanki bunu bölürük. İndi deməli, gəlin baxaq. Birinci nə olacaq? Birinci, atanın müharibəyə getməsi. Giriş yazırsınız, giriş. Bax, buradan danışıram. Bax, bu hissədən hələ. Bu hissədən danışıram. Bir dənə bunu silin, beyniniz qarışmasın. Bax, mənim danışacağım hissə ancaq bu hissə olacaq. Aha. Bura aiddir. Birinci giriş hissəyə yazacaqsınız. Atanın müharibəyə getməsi. Əsas hissə ananın gecə-gündüz çalışması. Amma yenə də uşaqların ehtiyacını ödəyə bilməməsi. Sonluğa da yazacaqsınız mücrünün içərisindəkilərin satışa çıxarılması. Deməli, bir daha təkrar edirəm. Birinci yazırsınız giriş, atanın müharibəyə getməsi. İkinci, əsas hissə. Buraya yazırsınız ki, ananın gecə-gündüz çalışıb, amma yenə də uşaqların ehtiyacını ödəyə bilməməsi. Sonluq isə mücrünün içərisindəkilərin satışa çıxarılması. Sonra bu biri tərəfə, bura yazırıq. Bura qeyd edirik ki, birinci giriş ananın evinə diplomun gəlməsi. Sonra ikinci əsas hissə ananın diplomları görüb sevinməsi və onları mücrüyə qoymağı. Sonluq isə mücrünün əvvəlki sərvəti ilə yeni sərvətinin müqayisəsi. Bir daha təkrar edirəm. Bir, girişə yazırıq ananın evinə diplomların gəlməsi və yaxud diplomun gəlməsi, fərqi yoxdur. İkinci əsas hissə ananın diplomları görüb sevinməyi və onları mücrüyə qoymağı. Sonluq isə mücrünün əvvəlki sərvəti ilə indiki sərvətinin müqayisəsi. Yəni müqayisə aparılması. Bu da oldu bizim bu iki abzaslarımızla bağlı olan fikirlər. Keçirik indi ardına. Aha, buradaydıq. Yox, burada deyildik. Deməli,
Yox, hələ bura bunu bitirdik. İndi keçirik 5-ə. Mətnin abzaslara düzgün bölündüyünə əsaslanır. Bəli, mətn abzaslara düzgün bölünüb. Çünki abzas nə deməkdir? Bundan əvvəlki mətnlərimizdə abzas haqqında məlumat var idi. Baxın, abzas yəni bir fikir bitir tam, sonra o biri hissədən yeni fikir başlayır. Yəni abzas bunun əsasında qurulurdu. Ona görə doğrudur. Qeyd edirsiniz ki, fikirlər arasında bağlılıq var. Keçək 6-ya. Deyir, bu mətn dil xüsusiyyətlərinə görə əvvəlki mətnlərdən nə ilə fərqlənir? Məsələn, əvvəlki mətnlərdə elmilik özünü göstərirdi. Xüsusən elmiliyi ilə fərqlənirdilər də əvvəlkilər. Bu mətn isə bədii mətndir əsasən, bədiiliyi ilə. Yəni qeyd edirsiniz ki, bədiiliyi ilə. Keçək bura. Necə düşünürsünüz? Mətndə mücrü sözü nə üçün tez-tez təkrarlanır? Bu sözün daha doğrusu işlənməsi mətnə ağırlıq gətirirmi? Bəli, gətirir, amma bu bədii mətndir. Burada azı işlənsə mənasız olar. Yəni mətn darıxdırıcı olar, sıxıcı olar. Fikir verdiniz, mən necə emosiyalarla oxuyurdum mətni. Yəni bu elə olmalıdır. Yazırsınız ki, bəli, ağırlıq gətirir, amma mətn bədii olduğu üçün biz o ağırlığı o qədər hiss eləmirik. Yəni bu şəkildə qeydinizi götürürsünüz. Sonra keçək bura. Deyir, abzazdakı təkrarları aradan qaldırmaq üçün yeri gəldikdə isimlərdən, əvəzliklərdən istifadə eləmək olar. Bəli, olar, amma bu mətn üçün o qədər qənaətbəxş deyil. Çünki yaxşı alınmaz, bədiliyi itər. Sonra deyir ki, necə düşünürsünüz? Əvəzliklərlə əvəzlənmə həmişəmi lazımdır? Mətndəki mücrü sözünün əvəzliklə əvəz etsək nə baş verər? Gəlin baxaq. Deməli, bax, burada bir elə mücrü olan hissəyə qayıdaq. Deməli, buradan bu hissəni götürək. Deyir, açıldı mücrü, örtüldü mücrü. İndi mən deyə bilərəm, açıldı o, örtüldü o. Görürsünüz necə pis alınar? Yəni olmaz. Ona görə qeyd edirsiniz, yox, alınmaz. Keçirik bura. Qazanc və maaş sözlərinin sinonim olmadığını müəyyənləşdirin. Xeyr. Qazanc başqadır, maaş başqadır. Maaş konkret maaşdır. Yəni bilirəm ki, ay sonu 500 manat pul alacağam. Bu maaşdır. Qazanc isə ola bilər bugün 10 manatlıq nəsə qazanc əldə edərsən, sabah 50 manatdır. Yəni qazanc isə budur. Yəni qazancda konkret bir növ belə deyim ki, göstərici yoxdur. Amma maaşda isə konkret göstərici var. Yəni bilirsən ki, budur. Ona görə sinonim deyil. Maaşla əmək haqqı sinonim ola bilər. Nə bilim, başqa ifadələr sinonim ola bilər. Amma qazanc sözü ola bilməz. Çünki qazanc bir gün çox da qazana bilərsən, az da. Amma maaşda elə deyil. İndi düzdür, əmək haqqılar artır bəzən. İldə bir dəfə filan, amma bu o demək həmişə artmır axı. Yəni maaş ən azından stabildir. Bunu belə yadımızda saxlayaq. Deməli, sinonim deyil yazırıq. Keçdik 9-a. Mətndə məcazi mənada işlənmiş sözləri seçin və həmin sözlərin həqiqi və məcazi mənada müqayisə edin və həqiqi mənalarını işlədin. Bu hissəyə keçirdim. Ona görə bircə dəqiqə. Deməli. Deməli, bura baxın. Ananın mehriban əlləri. Əl nə zamandan mehriban olur? İnsandırmı? Əl. Görürsünüz məcazi mənada. Sonra başqa nə ola bilər? Gəlin baxaq görək. Deməli, mücrü sanki cana gəldi. Cana gəldi. Mücrü cana gələ bilər. İnsandır mücrü. Sonra başqa nə ola bilər? Deməli, baxaq. Deməli, diplomu ağuşuna aldı, gülümsədi, sevincək örtüldü mücrü. Sonra deyir, açıldı mücrü, örtüldü mücrü. Gözünün qabağına çox şeylər gəldi. Sonra mücrünü öz yerinə qoyanda ana indi ağır, əvvəlkindən qat-qat ağır gəldi. Ana yanılmamışdı. O sərvət ara, bu sərvət ara. Bax, fikrin çoxdur. Mən ikisini seçdim buradan. Əvvəlki bəlkə də abzaslarda fikir versəz var. Yəni mən nümunə üçün göstərdim ki, bunlar məcazidir. Məcazi də nə deməkdir? Həqiqi mənadan kənara çıxmaq. Yəni həqiqi olmayan məcazi. Həqiqətən də bunlar məcazi idi. Tutaq ki, mehriban əlləri, ananın əlləri, isti əlləri mücrüyə toxundu. Əl isti ola bilər də, həqiqətən isinmiş ola bilər. Yəni bu formada verə bilərik. Və yaxud mücrü cana gəldi sözünü isə məsələn mücrü açıldı demək olar. Yəni həqiqi mənasını əgər əvəz eləmək istəyirsə bizdə. Yəni bu formada edə bilərik.
Keçən indi mən 1-2-sini göstərdim. İndi ümumi məğzi siz axtarın. Ən asan tapşırıqdır. Məcazi mənada işlənənlər deyil. O formada tapın. Keçək bura. Qırmızı rəngdə verilmiş ağuş sözünün əvəzinə qucaq və qoyun sözlərinin hansını işlətmək olar? Niyə belə hesab edirsiniz? Fikrinizi nümunələrlə əsaslandırın. Gəlin qalxaq. Deməli, burada nə yazıb? Diplomu ağuşuna aldı. Yəni, qucağına aldı. Qoynuna yox, qoynuna axı yaxşı səslənməz, qucağına aldı. Bəs niyə? Çünki yaxşı mətnə uyğun olmaz, səslənməz. Fikrimizi də belə əsaslandırırıq ki, səslənmədə uyğunsuzluq baş verə bilər. Keçək 11-ci tapşırığa. Deyir ki, əgər mətndə mürəkkəb ad işlətməli olsaydınız, hansı mürəkkəb adı istifadə eləyərdiniz? Təbii ki, məsələn, orada deyir ki, universitetə, o universitetin yerinə hansısa bir universitet adı yazmaq olardı. Misal üçün, Bakı Dövlət Universiteti və ya Azərbaycan Dövlət Pedaqoji Universiteti və yaxud orada, məsələn, deyir, kəndə köçdü. Kəndə köçdü deyən yerinə, məsələn, tutaq ki, Qazaxın filan kəndinə köçdü, vermək olardı. Amma bu bədii mətn olduğu üçün elə verilsə qəşəng alınmaz da. Amma yəni mürəkkəb ad işlətmək deyirsə, bunları istifadə edə bilər. Çünki kontekstə uyğundur. Bəs müəllif niyə verməyib? Çünki müəllif elə versə biraz bədiliyini itirmiş ola bilərdi ona görə. Deməli, bu 12-ci tapşırığımız isə inşa ilə bağlıdır. Deyir, elm və sülh, cəhalət və müharibəni məğlub edəcək mövzuda mühakimə xarakterli inşa yazın. Deyir ki, siz indiyə qədər təsvir və nəql xarakterli esse inşa yazmısınız. İndi isə mühakimə xarakterli inşa yazmağı öyrənəcəksiniz. Mühakimə də nədir? Hansısa bir anlayış haqqında fikir, mülahizədir. Burada bizə istiqamətlər verilib. Təqdim olunan yazının adını haqqında düşünürsünüz. Sonra haqqında mühakimə yürüdəcəyiniz obyekt seçirsiniz. İndi mən aşağıya WhatsApp qrup linki qoyacağam bu videonun alt hissəsinə. Həmin o WhatsApp qrup linkinə daxil olun və orada, belə deyim də, sizlər üçün paylaşımlar olunur. Bu inşanı da çalışacaq ki, orada paylaşaq. Həmin linkə daxil olaraqdan ümumilikdə yerləşdirilən məlumatlardan, paylaşımlardan xəbərdar ola bilərsiniz. Tutaq ki, bu tapşırığı izah edirik. Bu tapşırıqla bağlı əgər nəsə göndərilməlidirsə, 9-cu sinif və ya 8-ci sinif, indi siz neçənci sinifsizsə, həmin WhatsApp kanalına göndərilir. Həmin kanala abunə olun. Abunə olduqda özünüz daxil olanda görəcəksiniz ki, sizin istədiyiniz məlumat orada var. Təkcə buna aid deyil, bundan sonraki bütün tapşırıqlara da aiddir. Ona görə kanala daxil olub abunə olursunuz. Həmçinin bizim YouTube kanalımıza da abunə olursunuz ki, beləcə paylaşımlardan xəbərdar olasınız. Yəni bunun ümumi məzmununu buradan istiqamət alaraq da özünüz yaza bilərsiniz. Yox, yazmaqda çətinlik çəkirsinizsə, aşağıda yerləşdirəcəyim WhatsApp kanal linkinə daxil olun, qoşulun ki, həmin məlumatlardan xəbərdar olasınız. Həmçinin bizim dərslərimiz də mövcuddur. Dərslərimizə də yazılmaq istəyirsinizsə 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. Bu nömrəyə yazaraqdan geniş məlumat əldə edə bilərsiniz. Sizlər də qaydaları, mətnləri bizimlə birlikdə rahat formada işləyib imtahana, həmçinin dərslərimizə yollana bilərsiniz. Sağ olun, bəyənib paylaşmağı unutmayın.